Yəni bunu pasientləri mən qorxutmaq da istəmirəm. Bizim bir cəmiyyət deyir ki, günəş kremindən istifadə etdiyimizdə dəri xərçənginə gətirib çıxardır içindəki ham maddəsini olaraq. Amma belə deyim sizə, hal-hazırda soluduğumuz hava, nəfəs aldığımız hava, yediyimiz qidaların genetikası, yəni GDO-su dəyişibliyə, onlar belə zərərli. Bu dəqiqə zərərsiz bir şey yoxdur. Biz hal-hazırda mən bu düşüncədəyəm ki, nədən qoruna biliriksə, bir o qədər qorunmalıyıq biz ki, yəni onun qabağını almalıyıq. Günəş kremi nə qədər zərərli olsa da, günəşin və evdə oturduğumuz LED işıqlarının zərərlərindən bizi qoruyur, yəni günəş kremi. Yay, qış fərq eləmir. Biz hər mövsümdə, əlbəttə ki, yay günəş kremləri fərqli olur və sonbahar dediyimiz, yəni payız günəş kremləri daha açıq tipli, yay aylarında da biraz daha fondöten tipli dediyimiz daha bağlayıcı, kamuflaj edici günəş kremlərindən istifadə edilir. Hər mövsümdə günəş kremi və tək günəş kremi yox, hər mövsümdə dəriyə qulluq olunmalıdır. Bu həm kişi üçün keçərlidir, həm qadın üçün keçərlidir.